21 dekabr. Nümayiş etdirə biləcəyin nələr var? Çox vaxt yaşlı bir adamın uzun ömür sürdüyünə dair yeganə sübutu yaşıdır. Seneca ruhun dinciliyi haqqında. Neçə yaşınız var? Yaşınızı əvvəl 365-ə, sonra 24-ə vurun. Neçə saat yaşamısınız? Başınıza hansı hadisələr gəlib? Həyat sizə nə öyrədib? Bizə nümayiş etdirə biləcəyiniz nələr var? Bir çox insanlar güman ki, bu cavabı verəcəklər. Nümayiş etdirə biləcəyim çox şey yoxdur. Vaxtımızın çoxunu yelə vermişik. Golf oynamağa getmişik, səhərdən axşama kimi ofisdə oturmuşuq. Pis filmlərə baxmışıq. Hazırda bir cümləsini belə xatırlamadığımız mənasız kitablar oxumuşuq. Raymond Chandler'in Uzun Vida kitabının qəhrəmanı kimiyik. Həmin qəhrəman belə deyir. Mən adətən vaxt öldürürəm. Etiraf edim ki, vaxt çox çətin ölür. Nə vaxtsa saatlarımız tükənməyə başlayacaq. Həmin vaxt bu sözləri deyə biləcək insan xoşbəxt insandır. Bəli, doğrudan da mənə verilmiş saatdan səmərəli istifadə elədim. Söhbət nailiyyətdən, puldan, statusdan getmir. Stoiklərin nələrə əhəmiyyət verdiyini yaxşı bilirsiniz. Onlar müdrikliyə, bəsirətə, real progresə əhəmiyyət verirlər. Siz doğrudanmı bu qədər il yaşamısınız? Doğrudanmı faydalı iş yaşamısınız? 22 dekabr. Öz sözünüzü deyin. Yaşad olmuş adamın elə hey başqalarının sözlərini təkrarlaması gülüncdür. Zenon belə deyib, Kleanf elə deyib, bəs sən nə demisən? Nə vaxta kimi başqalarının fikirlərini təkrarlayacaqsan? Qorxma, çəkinmə, öz sözünü de. Qoy sənin sözlərini başqaları təkrarlasınlar. Seneca, əxlaqi məktublar. Ralph Waldo Emerson müəlliflərin çətin mövzular haqda danışmaqdan çəkindiyini, başqalarından sitat gətirərək vəziyyətdən çıxdığını yazırdı. Sitatlara nifrət edirəm, mənə öz sözlərini de. Seneca eyni fikri 20 əsr əvvəl dilə gətirmişdi. Başqalarından sitat gətirmək, başqalarının müdrik fikirlərinə istinad etmək asandır. Xüsusən də istinad etdiyiniz adamlar böyük şəxsiyyətlərdirsə. İnsanın cəsarətlə öz fikrini söyləməsi daha çətin və qorxuludur. Bəs sizcə həmin böyük şəxsiyyətlər öz müdrik fikirlərini necə dilə gətiriblər? Onlar da sələflərinin fikirlərini təkrarlasaydılar necə olardı? Təcrübəniz dəyərlidir. İndiyədək minlərlə fikir, ibarə eşitmisiniz, oxumusunuz. Həmin fikirlər, ibarələr sayəsində müdrikləşmisiniz. Amma öz sözünüzü də deməlisiniz. Elə sözlər deyin, elə işlər görün ki, neçə əsr sonra da xatırlansın. 23 dekabr. Nəyi itirməkdən qorxursunuz? Siz ölməkdən qorxursunuz. Bəs yaşadığınız həyatın ölümdən fərqi nədir? Seneca, əxlaqi məktublar. Seneca köylələrin taxt-rəvanda gəzdirdiyi çox zəngin bir Romalı haqqında maraqlı əhvalat danışır. Həmin adam olduqca şişman imiş. Bəzən yolda sıxlıq yarananda kölələr taxt-rəvanı yerə qoyulmuşlar. Bir dəfə həmin şəxs yanındakı adamdan soruşubmuş. Biz yuxarıdayıq ya aşağıda? Seneca həmin zəngin Romalının qarasınca bu sözləri deyir. Bu necə bir həyatdır? Bu bədbəxt insan həyatdan o qədər uzaqlaşıb ki, yuxarıda və ya aşağıda olduğunu bilmir. Görəsən həmin insan sağ olub olmadığını bilirdimi? İnsanların əksəriyyəti ölümdən qorxur. Özümüzə sual verək. Nəyi itirməkdən qorxuruq? Nəyi qorumağa çalışırıq? Neçə saat televizora baxırıq, qeybət qırırıq, qarnımızı doyururuq, potensialımızı israf edirik, sevmədiyimiz işdə çalışırıq. Həyat doğrudan da mı budurmu? Biz bunu itirməkdən qorxuruq. Bunu itirməkdən qorxmağa dəyərmi? Yəqin ki, dəyməz. 24 dekabr. Bahalı şərab kimi mənasız. Şərabın da, balın da dadını bilirsən. Bütün günü bal yeməyin, şərab içməyinin nə əhəmiyyəti var? Sən sadəcə süzgəcsən. Seneca, əxlaqi məktublar. Seneca'dan növbəti ikrah dolu ibarə. O zəngin idi. Yəqin ki, arada bir şərab içib ləzzət alırdı. Amma onun bu sözləri zamanla snoba çevrilmiş şərabsevərlərə toxunacaq. Bəzi şeylər bizi əyləndirir, zövq almağımıza, həyəcanlanmağımıza vəsilə olur. Lakin onların həyatımızdakı yerini qəti surətdə müəyyən etməliyik. Daha çox yeyib içdiyimiz, işlədiyimiz, müxtəlif şərablar haqqında daha çox məlumat topladığımız, nostaljik nəsnələrə daha çox pul xərclədiyimiz üçün heç kim bizə mükafat verməyəcək. Biz həmin lətif, dəyərli, süslü nəsnələrə müvəqqəti malik ola bilərik. Nəyəsə qarşı şiddətli meyl hiss edəndə bunu yada salmalıyıq. 25 dekabr. Fasiləsiz işləməyin.
Zehin dincəlməlidir. İstirahət edən insan daha sağlam və gümrah olur. Tarladan davamlı olaraq məhsul tələb edə bilməzsən, yoxsa məhsuldarlığı azalar. Fasiləsiz işləmək insanın gücünü əlindən alar, onu süsləşdirər və kütləşdirər. Seneca ruhun dincliyi haqqında. Mark Avreli və Senecanı oxuyub bu iki şəxsiyyət arasındakı fərqliliyə təəccüb etməmək mümkün deyil. İkisinin də güclü və zəif cəhətləri var. Böyük bir imperiyanı idarə etməyə kimə tapşırardınız? Yəqin ki, Mark Avreliyə. Bəs necə bir insan olmaq istərdiniz? Yəqin ki, Seneca kimi. Çünki Seneca işinə də, şəxsi həyatına da lazımı qədər vaxt sərf edir. Tarazlığı qorumağı bacarırdı. Mark Avrelinin yazılarını oxuyanda bəzən onun yorulduğu, əldən düşdüyünü hiss edirik. Lakin Seneca həmişə güclü, canlı, təravətlidir. Beyin də bir növ əzələdir və digər əzələlər kimi onu da yormaq, zədələmək olar. Çox işləmək, istirahət etməmək, ya da zərərli vərdişlərə aludə olmaq sağlamlığımızı əlimizdən ala bilər. Maşınla yarışan John Henry haqda hekayələr yadınızdadır. Axırda o yorğunluqdan ölür. Bunu unutmayın. Hər an səbrinizi basmalı, diqqətinizi cəmləməli, aydın düşünməli, yaradıcılıq qabiliyyətinizi işə salmalı olduğunuz vəziyyətlərə düşə bilərsiniz. Həyat uzun bir yoldur və belə vəziyyətlərə tez-tez düşürsünüz. Ara verməsəniz, özünüzə rəhm etmədən işləsəniz, bu cür vəziyyətlərdən necə çıxacaqsınız? 26 dekabr. Həyat uzundur. Necə yaşamalı olduğunu bilirsənsə. Əslində bizə qısa ömür bəxş edilməyib. Sadəcə biz ömrümüzü israf edirik. Həyat yetərincə uzundur və ondan düzgün istifadə etsək, böyük işlər görməyə vaxtımız çatar. Vaxtımızı xeyirxahlığa sərf etməsək, boş-boş yerlərə aludə olsaq, işlərimizə etinasız yanaşsaq, bir gün gözlərimizi açıb görəcəyik ki, həyat artıq tükənib. Məhz belədir. Həyat qısa deyil, biz onu qısaldırıq. Seneca həyatın qısalığı haqqında. Heç kim nə qədər yaşayacağını bilmir və insanların əksəriyyəti zamanını boş işlərə sərf edir. Boş-boş otururuq. Doğrunu yox, yanlışı təqib edirik. Bizim üçün həqiqətən nəyin vacib olduğunu düşünməkdən imtina edirik. Petrarkanın məşhur essesində tənqid etdiyi qürrəli intellektuallara oxşayırıq. Özləri belə bilmədən enerjilərini özlərindən asılı olmayan şeylərə sərf edən adamlara. Tələsəndə və ya kifayət qədər vaxtınızın olmadığını iddia edəndə bir anlıq dayanın. Bu həqiqətən belədir. Yoxsa siz lazımsız fəaliyyətlərin, düşüncələrinəsirinə çevrilmisiniz? Vaxtınızı səmərəli keçirirsiniz? Yoxsa ömrünüzün böyük və əhəmiyyətli hissəsini yelə vermisiniz? Orta statistik Amerikalı ilin təxminən 40 saatını tıxacda keçirir. Bu, ömrün bir neçə ayıdır. Tıxac vaxtımızı əlimizdən alan yeganə şey deyil. Biz həmçinin başqaları ilə mübahisə edirik. Televizora baxırıq, internetdə boş-boş verillənirik. Həyat yetərincə uzundur. Sadəcə ondan düzgün istifadə etmək lazımdır. 27 dekabr. Ruhunuzun təslim olmasına icazə verməyin. Vücudunuz təslim olmaqdan imtina edərkən, ruhunuzun çoxdan təslim olması rüsvayçılıqdır. Mark Avreli, düşüncələr. Hər şeyə rəğmən Mark Avrelinin çox çətin həyatı olub. Roma tarixçisi Cassius Dio bu haqda yazır. Mark Avreli bədənən güclü deyildi. Hakimiyyət illərində bir çox bəlalarla üzləşdi, buna görə də layiq olduğu xoşbəxtliyə ulaşa bilmədi. Mark Avreli bir dəfə elə pis xəstələndi ki, öldüyünə dair şahilər yayıldı. Hətta ən çox güvəndiyi generallardan biri bu fürsətdən yararlanıb özünü yeni imperator elan etdi. Hər şeyə rəğmən Mark Avreli təslim olmadı. Özümüzü yorğun hiss edəndə, əsəbiləşib özümüzdən çıxanda, böhranlı vəziyyətlə üzləşəndə Mark Avrelini xatırlamalıyıq. Bu adam qəzəblənə, kədərlənə, prinsiplərindən imtina edib, rifah içində yaşaya, öhdəliklərini kənara qoyub diqqətini öz səhhətinə yönəldə bilərdi. Amma o bunları etmədi, təslim olmadı. Bədəni zəifləsə də ruhu güclü idi. 180-ci ildə Viyana yaxınlığında vücudu təslim olana qədər mübarizə apardı. 28 dekabr. Xatırlanmağa dair. Xatırlayanın da, xatırlananın da ömrü bircə gündür. Mark Avreli, düşüncələr. 41-ci küçədən qarşısında əzəmətli şir heykəlləri olan gözəl New York İctimai Kitabxanasına doğru gəlin. Səkidə dünyaca məşhur mütəfəkkirlərin sitatları yazılmış qızılı lövhəciklər görəcəksiniz. Burada Mark Avrelinin də bir ibarəsi var.
Xatırlayanın da, xatırlananın da ömrü bircə gündür. Kitabxana 20-ci əsrin ən bacarıqlı memarlardan biri olan John Carrerin layihəsi əsasında tikilib. Kitabxanada siyasətçi Samuel Tilden, milyonçu John Astor, bukunist James Lennox kimi şəxsiyyətlərin kolleksiyaları var və bu insanların adları kitabxananın divarlarına həkk olunub. 1911-ci ildə kitabxananın açılış mərasimində ABŞ prezidenti William Taft, New York ştatının qubernatoru John Dix və New York şəhərinin meri William Gaynor iştirak ediblər. Lövhəciklər görkəmli heykəltəraş Greg Lefevre tərəfindən hazırlanıb. İndiyədək yuxarıda adı çəkilən insanların neçəsinin adını eşitmişdin. Halbuki bu insanlar nə vaxtsa öz işinin peşəkarı olublar. Hər kəs tərəfindən tanınıblar və pullarını balta kəsməyib. Səkidəki qızıl lövhəciklərə ibarələri həkk olunmuş müəlliflərin əksəriyyətinin adı müasir oxucuya tanış deyil. Onlar çoxdan ölüblər, onları xatırlayan insanlar kimi. Mark Avrelinin ibarəsi bizi bu haqda düşünməyə vadar edir. Hər kəs fanidir. Mark Avreli də. Lövhəciklərdə adı yazılmış digər müəlliflər də. Lövhəciklərin yanından keçənlər də, sən də, mən də. 29 dekabr. Təşəkkür edin. Hər şeyə görə minnətdar olmalıyıq. Minnətdarlıq da, ədalət də insanlar üçün xeyirli anlayışlardır. Ədalət adətən başqalarına yönəlsə də, minnətdarlıq əsasən bizim özümüzə qayıdır. Seneca, əxlaqi məktublar. Minnətdar olmağınız üçün xeyli səbəb var. Sağ-salamatsınız. Bu kitabı oxuya bilirsiniz. Gözləriniz görür. Vaxtınızı buna sərf edə bilirsiniz. Bəs xırda şeylər? Kiminsə sizə baxıb gülümsəməsi, radioda sevdiyiniz mahnının çalınması, gözəl hava. Minnətdarlıq yolxucudur. O ətrafına xoşbəxtlik saçır. Bir neçə saat sonra öləcəyinizi bilsəniz belə minnətdar olmaq üçün səbəblər tapa bilərsiniz. Əgər günə bu düşüncə ilə başlasanız, həyatınız daha gözəl olar. 30 dekabr. Bəlanın təsirini azalt. Sınaqlarda sakitliyini qoruyan, bəlaların gücünü və ağırlığını azaldar. Seneca Herakl Eta zirvəsində. Heyran olduğunuz, qibtə etdiyiniz, çətinliklərin öhdəsindən məharətlə gələn insanları nə birləşdirir? Səbat, sarsılmaz nizam-intizam. Heç nə onları yollarından döndərə bilməz. Nə tənqid, nə çətinlik, nə stres, nə də hansısa faciə. Həmin insanlar sizdən daha yaxşı, daha zəki deyirlər. Onlar sadəcə kiçik bir sirrə vaqifdirlər. Soyuqqanlılığını, sakitliyini qorumağı bacarsan, istənilən bəlanın təsirini azalda bilərsən. Bunun üçün hər şey qabaqcadan düşünmək, nəzərə almaq lazımdır. Bu sir gündəlik problemlərlə uğraşanda da, ölümlə üz-üzə gələndə də işimizə yaraya bilər. Ölüm insanın ən böyük sınağıdır və günlərin bir günü mütləq həmin sınaqda iştirak etməlidir. Ölüm sabah da gələ bilər, 40 ildən sonra da. Ağrısız da ola bilər, ağrılı da. Ölümlə üz-üzə gəldiyimiz zaman ən böyük köməkçimiz nə din olacaq, nə də filosofların müdrik fikirləri. Sakitliyimiz, soyuqqanlılığımız, məntiqimiz bizə kömək edəcək. 31 dekabr. Özünüzü xilas edin. Fikrin yayınmasın. Yaşlananda oxumaq üçün topladığın qeydləri qədim Yunanlılarla Romalıların tarixini oxumayacaqsan. Öz məqsədlərinə köklən. Boş-boş ümidlərdən canını qurtar və özünü xilas et. Mark Avreli, düşüncələr. Biz ona görə oxumağa, öyrənməyə çalışırıq ki, yaxşı həyatı və ölümü axtardığımız bu yolda yardımsız qalmayaq. Amma hansısa məqamda kitablarımızı kənara qoyub hərəkət etməliyik. Seneca yazır, sözlər əməllərə çevrilə bilər. Belə bir qədim ibarə var, alim korlanmış əskərdir. Biz isə həm alim, həm də əskər olmaq istəyirik. Xeyrin tərəfində olan əskər. İrəli getməliyik, daim irəli. Axtardığımız cavab başqa bir kitabda yoxdur. Həmin cavab düzgün qərarlarda və seçimlərdədir. Nə qədər vaxtımızın qaldığını, sabah başımıza nə gələcəyini isə bilmirik.